Sualı mütləq verməliyəm. Çünki troller bundan çox istifadə edir. Troller. 9 qadın jurnalistimizin fikri arayıq türmədə çay içir. Vardanyanın əlini bağlamayıb gətirirlər. Mən deyəndən sonra bağlayırlar. 9 qadın jurnalisti, qadın dindarları həbsə soxan İlham Əliyev. Cəmil Həsəninin qızı, Xədicə İsmail, Məhəmməd Mirzəli, Mehmanın özünün, elə mənim də yoldaşımın başına, başqa bir başını çırpaq qadına calamışlar yapay zəka ilə. Az TV'lər bar bağırırdı. Bütün hamısı görüntüləri yayırdı. Bu görüntüləri, əxlaqsız imiş müxalifət, müxalif liderlər, nə bilim kimlər. Bundan çox istifadə edirlər ki, Azərbaycan kişisi, Qafqaz kişisi damarlarında Qafqaz qanı axan, nə bilim nə axan, qadın söhbət eləməməliydi, qadınla vurmamalıydı, qadını belləməməliydi. Bunlara nə deyə bilərsiniz? Bəs mən də ona görə deyirəm ki, biz İlham Əliyevə həyatında ona belə zərbə vuran olmamışdı. Yəni İlham Əliyev razı idi ki, hər bir blogerə nə qədər məbləğ lazımdırsa versin, bircə bu fotolar, videolar ortaya çıxmasın. Mən əminəm ki, bu səhv Əli Nağıyevin və Orxan Sultanovun olub. Çünki prezidentin övladı evlənirsə və İlham Əliyev tapşırıq vermişdi ki, sosial şəbəkələrdən Alyona'ya aid bir dənə də şey olmasın. Alyona'ya aid bir dənə məlumat olmasın. Bu ağ qaşıq olacaq. Alyona ağ qaşıq, ağ olmalıdır, ağ. Alyona ağ qaşıq kimi olmalıdır ki... Və nə oldu bu Alyona'nın qəhbəliyi yayılanda hamı qeyrət damarı tutdu, kişilik damarı tutdu hökumətin. Nə oldu? İndi mən deyirəm ki, o hökumət bizə bəzi trollar deyir ki, kişi Azərbaycan qadını haqda danışmaz. Bəs İlham Əliyev, kişi İlham Əliyev hər gün Real TV'nin efirində mənim ölmüş anamdan nə istəyir? Ay nə bilim ermənidir, ay nə bilim mehman budur, odur. Ay kişi, və İlham Əliyev necə bir kişidir ki, Mehman Hüseynovun otağına kamera qoyub və izləyirdi ki, Mehman. Mən indi başa düşürəm ki, o niyə kamera qoyub. Bəlkə Alyona'nı mənim yatağımda axtarıb. Bəlkə Əli Nağıyev o arvadını, Soska arvadını, Nahidə Nağıyevanı mənim yatağımda axtarıb. Kim axtardı? Mənim otağımda İlham Əliyev kim axtardı? Bizə maraqlı deyil. Alyona keçmişdə boşanıb, dalaşıb və ya boşanmış qadındır. Özü bilər. Ola bilsin ki, mən daha sonra evlənərəm, sonra boşanaram. Biz boşanmış qadınlara qarşı heç bir şey deyilik. Yəni burada söhbət Alyona'nın boşanmaq problemini qabaqlamalıyıq. Biz deyirik ki, əgər Alyona Əliyeva Qonçar Azərbaycanda vitse-prezidentlik postuna gətirilirsə, birinci xanım olmaq istəyirsə, Ukrayna vətəndaşı ola. Mən buna qarşıyam və mən onun sorğulamağa haqqım var. Çünki o məmur olmaq istəyir. Çünki o artıq Heydər Əliyev fondunda işləyir, dövlət büdcəsindən özünə sumkalar alır, paltarlar alır. Mənim tam haqqım var ki, deyim ki, Alyona xanım, bu sumkan hardandır? Sən kimsən? Sən nəçisən? Sən niyə vəzifəyə gəlsən? Yəni ona görə deyirəm ki, insanlar səhv başa düşməsin ki, biz onun şəxsi həyatını neçə dənə sevgilisi olub, boşanıbmı, boşanmayıbmı, 10 dənə əri olub, 3 dənə əri olub, maraqlı deyil. Amma qabilin sualı varsa ki, bu evli olubsa, bəli evli olub, əlimizdə fakt var. Bu evli olub, toyundan şəklimiz var, dədəsi onu yola salır. Əsasən deyirəm ki, Alyona Əliyeva bizim pullar hesabına bunları eləyir. Yəni Ukrayna vətəndaşıdır, gəlir. Sizə bir fakt da deyim. Alyona Qonçarov Ukrayna vətəndaşıdır. Ay 2023-də seçkilərdə iştirak edib, bu səs verib. Bu qanunda deyir ki, ikili vətəndaş olmaz. Qanun deyir ki, sən Azərbaycan vətəndaşı olmaq üçün bir 10 il gözləməlisən. 10 il. Bu Alyona nətər Azərbaycan vətəndaşı oldu, necə oldu? Bu toyuna hazırlaşır, atasıdır, Aleksandr, dədəsi. Əvvəlki ərindən toyuna hazırlaş, əvvəlki. Bəli, əvvəlki ərindən burada atası yola salır Alyona'nı. Gəlmədim, yayımı bəyənin, paylaşın. Alyona'nın əri, buyurun. Alyona'nın əri budur, baxın millət. Alyona'nın əri budur bizdə. Bax bu, görürsünüzmü? Alyona'dır bu. Görürsünüzmü? Kim oxşuyur burada? Vallahi Mehriban'a oxşatmağa çalışdılar, aydın məsələdir. Mehriban'a, ha. Mehriban qayırmaq istəyirlər də Alyona'dan. Əsl Alyona. Bundan Mehriban düzəltmək istəyirlər bizə. Fazil Gəzənfəroğlu idi, nə idi? Zahid Oruc. Zahid Oruc, üzr istəyirəm. Zahid Orucun paylaşımını deməli Mehmana görə sırazu nələr qaydalar gətiriblər ha. Yəni YouTube'da nə bilim nə etmək olmaz sosial şəbəkələrdə. Onu demək istəyirəm ki, dəyərləmədim. İlham Əliyev razı idi. 1000 dənə Mehman olsun. 1000 dənə Tural, 1000 dənə Orduxan, 1000 dənə Elşad, 1000 dənə Zəki, Orxan, Süleyman. 1000 qabil olsun. Amma ikisi bir yerdə olmasın. Üçü bir yerdə olmasın. Bugün Mehman Hüseynovun bu araşdırmaları çox da təşəkkür eləməliyik biz Emin Hüseynova qardaşına. Çox da təşəkkür eləməliyik biz İlqar Hacıyevə. Bunların araşdırması nəticəsində bütün müxalifət birləşdiyində hakimiyyətdə qırğın gedəcək. Milyardlar xərcləyiblər indiyə kimi, amma gündəmi dəyişmək üçün baxın ha, köhnə adamlarını adlarını çəkmirəm. Köhnə adamlarından güya nə hansısa müğənnilər bir-birini qırır, general boşandı, filan kəs, nə bilim nazirin arvadı qaçdı təz arvada. Heç nə ortaya girə bilmir. Heç nə gündəmi dəyişə bilmir. İlham dəli olubdu İlham Əliyev. Şokdadır İlham Əliyev. Gündəmi dəyişə bilmir. Ya gəlir haransa yandıralar, ya gəlir haransa partadalar samolyotu. Nə seviyələr bəlkə gündəmi dəyişələr. Yenə də dəyişəməyəcəklər. Bu xalq İlham Əliyevdən bir 5 götürübdür. Hər evə bəla gətiribdir. Elə bir ailə yoxdur ki, orada ölüm döşəyində olan adam olmasın, müalicə o sağalmasa öləcək və yaxud ölüm